Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Salam və xoş gəlmisiniz. Bugün sizə 1 may 2026 tarixində ulduzların ən çox dəstək verdiyi 3 şanslı bürc haqqında danışacağıq. Unutmayaq ki, astroloji proqnozlar istiqamət verir. Amma həyatımızı dəyişən əsas amil öz qərarlarımızdır. İndi isə gəlin görək bugün hansı bürclər bir addım öndədir. 1. Boğa bürcü üçün 1 may günü olduqca uğurlu enerjilərlə başlayır. Xüsusilə maliyyə və iş sahəsində gözlənilməz imkanlar yarana bilər. Əgər son vaxtlar səbrlə gözləmisinizsə, bugün bunun qarşılığını alma ehtimalınız yüksəkdir. Bugün sizə verilən təkliflərə diqqətlə yanaşın. Kiçik görünən bir fürsət gələcəkdə böyük qazanca çevrilə bilər. Eyni zamanda şəxsi münasibətlərdə də istilik və harmoniya hissi olunacaq. Tövsiyə risk etməkdən qorxmayın, amma hər addımı düşünərək atın. 2. Şirbürcü üçün bugün enerjili və parlaq bir gündür. Ulduzlar sizə liderlik qabiliyyətinizi göstərmək üçün ideal şərait yaradır. İş mühitində diqqət mərkəzində ola bilərsiniz və bu sizin üçün yeni qapılar aça bilər. Yaradıcı ideyalarınız xüsusilə ön plana çıxacaq. Əgər uzun müddətdir planlaşdırdığınız bir layihə varsa, bugün onu başlatmaq üçün əla zamandır. Sevgi həyatında isə xoş sürprizlər mümkündür. Sizi sevindirəcək bir xəbər ala bilərsiniz. Tövsiyə özünüzə inanın və təşəbbüsü əldən verməyin. 3. Oxatan bürcü üçün 1 may günü sürprizlərlə dolu ola bilər. Səyahət, yeni tanışlıqlar və maraqlı təkliflər gündəmdədir. Əgər dəyişiklik istəyirsinizsə, bugün bunun üçün doğru zamandır. Maliyyə baxımından da müsbət dönüşlər mümkündür. Gözlənilməz gəlir və ya yeni qazancı yolu ortaya çıxa bilər. Ruh halınız yüksək olacaq və bu ətrafınızdakı insanlara da müsbət təsir göstərəcək. Tövsiyə açıq fikirli olun və qarşınıza çıxan yenilikləri qəbul edin. Ümumi mesaj unutmayın, bürclər bizə yalnız istiqamət göstərir. Hər bir uğurun arxasında zəhmət, səbr və düzgün qərarlar dayanır. Əgər sizin bürcünüz bu siyahıda yoxdursa, bu o demək deyil ki, gününüz uğursuz olacaq. Sadəcə olaraq hər gün öz şansınızı özünüz yaradırsınız.